söyləyirik. Gəlin unutmayaq ki, Cənab Prezidentimizin daxili və xarici siyasəti nəticəsi ilə torpaqlar alındı. Mən sual vermişəm vətəndaşlara, yaşlı nəsilə, 80, 70, 65, 60 yaşında şəxslərə demişəm ki, Xankəndində Novruz bayramı keçirtmisinizmi? Deyirlər, yox. Ancaq bugün Xankəndində Novruz tonqalını, ocaqlarımızı isti edən şəxs, bayramımızı bayram edən şəxs, gəlin unutmayaq ki, Cənab Prezidentimiz İlham Əliyevdir. Onun bugün daxili və xarici siyasəti ilə torpaqlarımız azad olaraq Qarabağımızda ümumi Azərbaycan bütövlüyündə 3 rəngli müqəddəs bayrağımız dalğalanır. Bəli, dahi Ulu Öndər Heydər Əliyevin ruhu şaddır ki, bugün Şuşamız azad olunub. Bilirsiniz, gəlin keçmişimizi vərəqlayaq. Gəlin keçmiş tariximizə baxaq ki, 90-cı illər nə vəziyyətdə idi? Bugün Azərbaycan Azərbaycandır. Bugün Azərbaycan dövləti öz sözünü böyük tribunalarda, xarici ölkələrdə, dövlətlərdə öz sözünü deyən şəxsdir. O da Cənab Prezident İlham Əliyevin xarici siyasətidir. Üstün siyasət nəticə. Bəli, Azərbaycan dövlətimizin rəhbəri Cənab Prezidentimiz gecə-gündüz xalqı üçün xidmət edir. Mən suallar verirdim o dindarlarımıza, yaşlı nəsildən danışıram. Ki, bizim Qarabağda, Şuşamızda, Kəlbəzərimizdə o meçidlər niyə azan səsi gəlmir? Mən gənc idim la. Bugün azan səsini, orada namaz qılınmasının səbəbkarı Cənab Prezident İlham Əliyevdir. Ən böyük Allah Taala tərəfindən xoşbaxtlıqdır. Bəli, elə doğru vurğulursunuz. Azərbaycanın da Allah Taala tərəfindən ən böyük, belə deyək, bizə bəxşi bizim İlham Əliyev kimi liderimizin olması demək. Bəli, Allah Taala təyin edib öz dövlət quşunu, mələkə deyirik. Bəli. Mələkəsini öz çiynindən İlham Əliyevin yollayıb. Və Allah Taala tərəfindən öz Allahın bəndəsinə rəhbər təyin edən edilib, o da İlham Əliyevdir. Bəli. Bilirsiniz nətərdir? Mən bir söz deyim ki sizə ki, bu əyneyi çıxardıram. Baxın, əyneyi də taxıram. Mən göydə heç bir şey görmürəm. Bəli. Ancaq fakt mən görürəm gözümlə.